Salam dəyərli abituriyentlər, müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə belə bir qısa video çəkmək istədim. Daha çox problem yaradan bir şəkilçimiz var. Çılıq şəkilçisi bildiyimizə görə bütövlükdə təhlil oluna bilər və ayrı-ayrılıqda da təhlil olunma ehtimalları var və edirik də. İndi ona aydınlıq gətirək daha rahat, yəni təhlil olunma üsulu nədir? Bir neçə nümunə yazım, o nümunələrin üzərində göstərim sizlərə. Deməli, yazaq. Peşmançılıq. Gördüyünüz kimi, yəni hər üç sözdə də çılıq şəkilçisi var. Gəlin baxaq görək hansı sözdə necə təhlil oluna bilər. Əvvəlcə sözümüzün kökünü ayırırıq. Deməli, peşman sözün köküdür. Peşmançı deyə sözümüzü oxuyuruq. Peşmançı sözü yoxdur dilimizdə. Yəni belə bir söz olmadığına görə peşmançılıq götürürük. Yəni rahatdır əslində. Sözü ayırın, ç şəkilçisini ona əlavə edin. Kökü ayırandan sonra ç şəkilçisini əlavə edirik. Həmin sözümüz dilimizdə varsa, deməli ayrı-ayrı təhlil olunur. Yox, əgər yoxdursa, onda bütövlükdə leksik şəkilçi kimi götürülür. Və yaxud da düşmənçilik sözünə baxaq. Düşmən sözün kökü. Düşmənçi sözü dilimizdə olmadığına görə düşmənçilik bütövlükdə götürürük. Nəzərinizə çatdırım ki, burada q-nın k-yə keçmə versiyası var. Bəzi şəkilçilərdə olduğu kimi burada da var. Yəni çilik şəkilçisini görəndə deməyin ki, hə bu başqa bir şəkilçidir. Çılıq şəkilçisinin q-nın k-yə keçmə versiyası şəkilçisidir. Balıqçılıq sözündə isə balıq sözün kökü, balıqçı sözü bizim dilimizdə var. Yəni işlədirik, lüğətimizdə var və ona görə biz ç-nı ayrı şəkildə götürürük. Balıqçılıq sözü də eyni zamanda olduğuna görə lığı da ayrı şəkildə götürürük və təhlilimiz bu şəkildə yəqin ki, hər kəsə aydın oldu. Sözü ilk öncə kökə ayırırıq, kökdən sonra ç şəkilçisini əlavə edirik və həmin söz dilimizdə, lüğətimizdə varsa, onda ayrı-ayrı təhlil edirik, ç ayrı, lıq ayrı şəklində. Yox, əgər həmin söz lüğətimizdə, dilimizdə yoxdursa, onda bütövlükdə şəkilçini çılıq şəkilçisi kimi götürüb təhlil edirik. Və beləliklə qısa videomuzun sonuna gəldik. Bu tip videoların davamlı olmağını istəyirsinizsə, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. Sağ olun, gəlin dərslərimizə görüşənədək.